Salam əziz şagirdlər. Bugün üslü və loqaritmik funksiyalar mövzusunun izahını verəcəm. Birinci başlayırıq üslü funksiyadan. Əgər a böyükdür 0, a fərqlidir 1 şərti olmaqla y bərabərdir a üstündə x düsturu ilə verilən funksiyaya deyilir üslü funksiya. Burada x mütləq həqiqi ədəd olmalıdır, daxil olmalıdır həqiqi ədədlər çoxluğuna. Bu halda deyirik biz buna üslü funksiya. Üslü funksiya nümunə olaraq göstərə bilərik. Məsələn, y bərabərdir 3 üstündə x, y bərabərdir 2-də 1 üstündə x və məsələn, y bərabərdir kök altında 5 üstündə 1x, y bərabərdir pi üstündə x deyə bilərikmi? Deyə bilərik. Pi üstündə x, y bərabərdir y üstündə x. Bunların hər biri necə funksiyalardır? Üslü funksiyalardır. Üslü funksiyalarda əsas mütləq sıfırdan böyük olmalıdır. Yəni bizim əsasımız mənfi ədəd ola bilməz. Məsələn, y bərabərdir mənfi 3 üstündə neçə? Məsələn, x deyirəm, bu ola bilməz. Amma y bərabərdir mənfi 3 üstündə x ola bilər. Bu artıq üslü funksiya sayılır. Və yaxud y bərabərdir mənfi 3-də 1-in üstündə x-də ola bilər. Çünki buradakı işarə 3-də 1-in işarəsi sayılmır da. Bir növü belə deyək ki, biz bunu bax bu şəkildə nə edə bilərik? Bu şəkildə yaza bilərik. Bu şəkildə yaza bilərik. Yəni heç bir problem yoxdur. Bu şəkildə. Yadda saxlayın, üslü funksiyanın əsası mənfi ədəd ola bilməz, 0 ola bilməz və vahid, yəni 1 ola bilməz. Məsələn, y bərabərdir 1 üstündə x yazın. Belə bir üslü funksiya mümkün deyil. Bu şəkildə oldu bizim üslü funksiyamız. Yadda saxlayın, üslü funksiyalardan bir neçəsi var ki, onlar sabit funksiyalar adlanır. Məsələn, y bərabərdir, tutaq ki, 0 üstündə x. Bunun qiyməti hər bir halda 0 olduğu üçün bu adlanır sabit funksiya. Yəni biz buna üslü funksiya deyə bilmərik də, bu sabit funksiyadır. Və yaxud yazıram y bərabərdir 1 üstündə x. 1 üstündə x. Bu da bir sabit funksiyadır. Biz bunun da bir əyrisi olmadığına görə biz buna bir üslü funksiya deyə bilmərik. Məsələn, mən yazsam ki, müəllim, y bərabərdir mənfi pi üstündə x. Bu üslü funksiyadır. Xeyr, bu üslü funksiya deyil. Amma mən bunu belə yazsam, y bərabərdir mənfi pi üstündə x. Bu olacaq mütləq şəkildə nə? Üslü funksiya. Uşaqlar, üslü funksiyanın biz xassələri haqqında danışaq. Əsas məsələ, üslü funksiyanın qrafiki, baxın, belə bir qrafiki var üslü funksiyanın. Belə bir qrafiki var. A-nın işarəsindən asılı olaraq onun qrafiki dəyişir. Yadda saxlayın. Üslü funksiyada əgər A-mız müsbət ədəddirsə, onun qrafiki mütləq şəkildə gəlib bir nöqtəsindən keçməklə bax belə bir əyri olacaq. Belə bir əyri olacaq. Müəllim, niyə həmişə birdən keçir? Birdən ona görə keçir ki, səbəb budur ki, məsələn, mən yazıram y bərabərdir 5 üstündə x. X-in yerinə aparıb 1-0 yazsam, 5 üstündə 0, y bərabərdir 1 olur. Yəni, bu mütləq şəkildə mümkündür. Yəni, bu mütləq olacaq. Bunun olmama ehtimalı yoxdur. Ona görə də bu qrafik həmişə gəlib bir nöqtəsindən keçir. Bu A-nın müsbət olduğu haldır. Müəllim, bəs əgər A-mız mənfi olsa, A-mız mənfi ola bilməzdi. A-mız mənfi ola bilməzdi. Amma bizim A-mız necə ədəd ola bilərdi? A-mız ola bilər uşaqlar 0 ilə 1-in arasında. Əgər 0 ilə 1-in arasında olarsa, o halda bizim qrafikimiz, baxın, bu şəkildədir. Bizim qrafikimiz bu şəkildədir. Başa düşdünüzmü? Aha. Buna deyilir üslü funksiyanın qrafiki. Yadda saxlayın, üslü funksiyanın təyin oblastı, yəni dy. Yəqin ki, görünür mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Biz bunu hardan gördük bayaq? Biz burada bayaq demişdik ki, x-ımız nəyə daxil idi? Harada demişdik? X-ımız R-ə daxil idi, yəni həqiqi ədədlər çoxluğuna daxildir.
Ona görə biz yenə də deyirik ki, bunun təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Müəllim, bəs qiymətlər oblastı? Qiymətlər oblastı. Danışaq qiymətlər oblastı haqqında. Yadda saxlayın. Qiymətlər oblastı yalnız Y necə qiymətlər alır? Y yalnız necə qiymətlər alır? Bax, sıfırdan müsbət sonsuzluğa doğru qiymətlər alır. Müəllim, sıfırı niyə almır? Çünki heç bir ədədin üstündə, məsələn, Y bərabərdir, lap 5 üstündə 3 yazım, lap 5 üstündə 0 yazım. Bunların heç birinin qiyməti 0 ola bilməz. Ona görə də bu sıfırdan müsbət sonsuzluğa 2də 1 ola bilər. Ona görə də bax, biz 0 tərəfdə olan mötərizəni qeyri-ciddi yox, ciddi mötərizə qoyduq bu şəkildə. Bu da oldu bizim üslü funksiyamız. Üslü funksiyadan biz danışırıq nədən? Yadda saxlayın, üslü funksiyanın iki halı var idi. Bayaq birinin qrafikini göstərdim. Grafikin biri bu idi. Əgər A-mız müsbət ədəddirsə, daha doğrusu müsbət deməyək, A-mız 1-dən böyükdürsə, bu halda deyirdik ki, bu artandır. Nə demişdik? Artandır. Yəni monoton artan funksiyadır. Yəni Y bərabərdir A üstündə X, monoton artan funksiyadır. Çox normal olaraq da görünür. Məsələn, yazıram Y bərabərdir 3 üstündə X. X 1 olanda Y-im olur neçə? 3 üstündə 1, bu da eləyir 3. X 2 olanda Y-im olur neçə? 3 üstündə 2, bu da eləyir 9. X 3 olanda Y-im olur neçə? 3 üstündə 3, bu da eləyir neçə? 27. Yəni, mən baxıram ki, X-in qiymətləri artdıqca, yəni argumentin qiymətləri artdıqca get-gedə funksiyanın qiymətləri də nə edir? Funksiyanın qiymətləri də artır. Biz buna artıq deyirik nə? Üslü funksiya. Bu oldu bizim üslü funksiyamız. Bitdi, getdi. İndi keçirəm nəyə? Yəni, bu artan üslü funksiyadır və grafikində bayaq göstərmişdim. Yəqin ki, xatırlayırsınız. Yenidən çəkməyə ehtiyac görmürəm. İkinci nədir? İkinci bu şəkildədir. Bizim A-mız 0 ilə 1 arasındadır. Bu halda buna mən deyirəm ki, bu monoton azalan funksiyadır. Yəni nə deməkdir? Bu olur azalan funksiya. Tutaq ki, yazıram Y bərabərdir, A-nı götürürəm 3də 1. 3də 1 üstündə X. X-a 1 versəm, Y-im olur 3də 1. X-a 2 versəm, Y-im olur nə? 9da 1. X-a 3 versəm, Y-im olur nə? 3 versəm, Y-im olur nə? 27də 1. Və biz baxırıq ki, X artdıqca get-gedə kəsrin məxrəci də nə edir? Artır. Kəsrin məxrəci artırsa, deməli, onun öz qiyməti azalır, kəsrin qiyməti azalır və bu da olur bizim azalan funksiyamız. Bu şəkildə. Bu da oldu bizim azalan funksiyamız. İndi keçirik nəyə? Bir də qeyd eləyək ki, uşaqlar, Y bərabərdir. A üstündə X funksiyasının qrafiki adlanır eksponenta. Yəni, üslü funksiyanın qrafikinin adı eksponentadır. Yəni, bu şəkildə yazılır. Eksponenta. Necə ki, biz kvadratik funksiyada parabola demirdik. Bu şəkildə də bunun da bir adı var. Bu adlanır eksponenta. Bu şəkildə. Bu da oldu bizim üslü funksiyamız. İndi keçirəm nəyə? Bu arada yadda saxlayırdıq ki, A üstü X funksiyasının qrafiki nə eləmirdi? Heç vaxt X oxunu kəsmirdi. Bu şəkildə. Bu bizim üslü funksiyamız. Üslü funksiya ilə bağlı əlavə nəsə danışmağa ehtiyac varmı? Hər hansısa bir ehtiyac görmürəm. İndi nümunələri də onun ardınca sonda verəcəyik nümunələrdə. Deməli, şagirdlər, üslü funksiyaya aid gəlin bir neçə belə bir nümunə verək topludan. Məsələn, deyilir ki, Y bərabərdir 2x minus 8 funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir?
Biz bilirik ki, absis oxunu kəsirsə, deməli bunun y-i nəyə bərabər olmalıdır? Yəni ordinatı 0-a bərabər olmalıdır. Ordinatın yerinə aparıb 0 qoyuram, çıxılsın 8. O zaman 2x bərabərdir 8-ə. 2x bərabərdir 8-i yazıram 2-nin üstündə 3-ə. Əsaslar eynidirsə və ifadələr bir-birinə bərabərdirsə, deməli qüvvətlər də bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Bu şəkildə bunları nə edəcəm? Yoxlayacağım. Məsələn, verilir bizə belə bir sual. Sualda deyilir ki, y bərabərdir 3 üstündə kök altında x və üzərinə gəlinsin 3 üstündə mənfi kök altında x. Mənə deyir ki, verilmiş funksiyanın təyin oblastını tapın. Bunun təyin oblastını tapanda biz bilirik ki, əvvəlcə kökaltı ifadələrin bir təyin oblastını yazmalıyam. X böyüdür bərabərdir 0-dan, mənfi x böyüdür bərabərdir 0-dan və buradan alıram ki, x kiçikdir bərabərdir 0-dan. Və fikir verirəm ki, burada bizim x-imizin ala biləcəyi yeganə həll 0-dır. Yeganə həll 0-dırsa, o zaman bunun təyin oblastını, daha doğrusu bu funksiyanın təyin oblastını tapacağım. Bunun təyin oblastı artıq məlum oldu nə? 0. Əgər mənə desək ki, qiymətlər oblastı, funksiyanın qiymətlər oblastı o zaman olardı elə 2. Müəllim necə olardı? 3-ün üstünə aparıb onsuz da 0 yaza bilirəm və digərində üstünə onsuz da 0 yaza bilirəm. 3 üstündə 0, 3 üstündə 0 bunları toplayanda bir üstə gəl bir şəklində olacaqdır. Bu olacaqdır mənim dy-im, yəni təyin oblastım. Bu da olacaqdır mənim y-im, yəni qiymətlər oblastım. Bu şəkildə. Və yaxud bizə belə bir funksiya verərdi. Funksiya da bu şəkildə deyərdi. Deyərdi ki, y bərabərdir 7 üstündə sinus x funksiyasının nəyini tapın? Sinus x funksiyasının qiymətlər oblastını tapın. Mən bilirəm ki, 7-nin onsuz da sinus x-in qiymətlər oblastını yazacağım üzərinə, yəni mənfi 1 aralığı. O zaman belə olacaq. 7 üstündə mənfi 1 və 7 üstündə 1. Yəni bu şəkildə. Cavabım olacaq belə. 1/7-dən hara kimi? 7-yə kimi. Bu da olacaqdır mənim nəyim? Qiymətlər oblastım. Bu şəkildə. Və yaxud müqayisə üçün belə bir ədədlər verərdi bizə. Topluda rast gələcəksiniz bu suallara. Məsələn, deyir ki, 5 üstündə nə? 5 üstündə 200. Və yaxud B-ni verərdi bizə. 3 üstündə nə? 3 üstündə 300. Və yaxud C-ni verərdi bizə nə? C-ni verərdi bizə 28 üstündə 100. Müqayisə eləyin deyəndə şagirdlər adətən çaşır, amma ehtiyac yoxdur da. Biz belə eləyərik. A bərabərdir 5 üstündə 2 vur 100. B bərabərdir 3 üstündə 3 vur 100. Bu da zaten 28 üstündə 100'dür. Onda belə olardı. A'mız olardı 25 üstündə 100. B'miz olardı 27 üstündə 100. C'miz də onsuz da məlumdur. Olardı C'miz böyükdür B'dən, o da böyükdür nədən? A'dan. Bu şəkildə olardı bizim cavabımız. Bu şəkildə olardı bizim cavabımız. Aha, indi keçək nəyə? Və yaxud verərdi bax bizə belə bir ifadə. Gəlin bu nümunəni də verək. Məsələn, fx bərabərdir. Bir qədər çətin görünən bir nümunədir. Vaxtı zamanında bu qəbul imtahanında istifadə olunub. 2 çıxılsın 4 sinus 5x. Bunun üçün mən nə edirəm? Bunun ala biləcəyi qiymət mənə məlumdur. Məndən bunun nəyini istəyir? Ən böyük qiymətini. Ən böyük qiymətini istəyirsə, bunun qüvvəti ən kiçik olmalıdır. Ən kiçik olmalıdır. Yəni, mən bir dəfə sinus 5x-in yerinə mənfi 1 qoyacam. Bir dəfə də nə qoyacam? 1 qoyacam. Bitdi, getdi. O zaman belə olacaq. 2-də 1 üstündə 2 çıxılsın. 4 vur 1. Bu nə elədi? 2-də 1 üstündə mənfi 2.
Mənfi 2 olduğu üçün bu 2 üstündə 2-dir. Bunun da nə oldu? Ən böyük qiyməti oldu 4. Müəllim, bəs müsbət 1 qoysaq, daha doğrusu mənfi 1 qoysaq necə olar? Mənfi 1 qoysaq belə olar. 2-də 1 üstündə 2 üstə gəlinsin. Daha doğrusu 2 minus 4 vur mənfi 1. Yəni 2-də 1 üstündə nə? 2-nin üstünə 4-ü gələndə elədi 6. Və bunun isə özü nə deməkdir? 2 üstündə 6 neçə eləyir? 64. 1 bölünsün 64. Və görürəm ki, ümumi qiymət nədir? Kiçildir. Yəni daha kiçik qiymət aldı. Çünki kəsrin məxrəci böyüdür. Bu da bu şəkildə. Bu da oldu mənim nəyim? Üslü funksiyam. Üslü funksiyadan sonra biz keçirik nəyə? Üslü funksiyanın tərsi olan nəyə? Loqaritmik funksiya. Keçək uşaqlar, loqaritmik funksiyalar haqqında danışaq. Loqaritma ümumiyyətlə necə loqaritma anlayışı ortaya çıxdı? Yəni ədədin loqaritmi nədir? Uşaqlar, məsələn, mən yazıram belə. Tutaq ki, 2 üstündə x bərabərdir 15-ə. Bu halda mən baxıram ki, burada üslü funksiyanı tətbiq eləyərək x-i tapmaq mümkün deyil. Və buradan artıq ortaya çıxdı ədədin loqaritmi anlayışı. Nə ortaya çıxdı? Ədədin loqaritmi anlayışı. Loqaritmdə biz nə etməliyik? Loqaritmdə biz nə etməliyik uşaqlar? Deməli, loqaritmdə bunu həll etmək üçün bizə loqaritma lazımdır. Hər iki tərəfi loqaritmləmək deyilən bir ifadə var. Bunun mənası nədir? Loqaritma o deməkdir ki, mən deyirəm ki, yazıram loqaritma 2 əsasdan 15. Artıq bunun mənası o deməkdir ki, hansı ədədi 2-nin üstünə yazsam, yəni 2-ni hansı qüvvətə yüksəltsəm 15 alınır. Buna deyilir ədədin loqaritmi. Yəni, nəticə nədir? Buna deyilir ədədin loqaritmi. Burada yadda saxlayın. Mən məsələn yazıram belə bir, məsələn, y bərabərdir loqaritma a əsasından 1x və yaxud x yazmıram, 1b yazıram. Burada a adlanır loqaritmanın əsası. Nə adlandı? Əsas. B adlanır loqaritm 6 ifadə. Adlandı nə? Loqaritm 6 ifadə. Bu adlandı loqaritm 6 ifadə. Buradakı y isə və yaxud y demirəm, məsələn indi y demişəm. Buradakı y isə adlanır loqaritmanın qiyməti. Loqaritmanın nəyi? Loqaritmanın qiyməti. Adlanır loqaritmanın qiyməti. Bu qədər sadə. Aha. Bizim loqaritmik funksiyalar haqqında nəyi danışmalıyam? Məsələn, yazıram y bərabərdir loqaritm a əsasından x funksiyası. A əsasından x funksiyası yazıram. Başlayıram bunun haqqında danışmağa. Burada a mütləq 0-dan böyük olmalıdır. A 1-dən fərqli olmalıdır. Çünki niyə? Bu üslü funksiyanın tərsi daxı. Bax, eyni ilə orada a üçün olan şərtlər, eynisi də burada var. Və x-in mütləq 0-dan nə olmalıdır? Böyük olmalıdır. X-in mütləq 0-dan böyük olmalıdır. Və y-in də istənilən həqiqi ədəd ola bilər. Məsələn, mən götürüb loqaritm, tutaq ki, 5 əsasdan mənfi 3 yaza bilmərəm. Bu mütləq 0-dan nə olmalıdır? Böyük olmalıdır. Başa düşdünüzmü? Və yadda saxlayın. Loqaritmin təyin oblastı üslü funksiyanın qiymətlər oblastıdır. Üslü funksiyanın nə edir? Qiymətlər oblastıdır. Yəni mən loqaritmik funksiyada dy yazsam 0-dan müsbət sonsuzluğa və bunun üçün mən təyin, daha doğrusu qiymətlər oblastı yazsam, o da üslü funksiyanın təyin oblastı olmalıdır. Yəni mənfi sonsuzluqdan hara? Müsbət sonsuzluğa. Başa düşdükmü? Yəqin ki, başa düşdük. Aha. Bu şəkildə. Loqaritmik funksiyada belə deyək, nə tək, nə də cüt funksiyadır. Yəni, dövrü funksiya deyil. Loqaritmik funksiyanın qrafiki haqqında danışsaq, məsələn, loqaritmik funksiyanın qrafiki haqqında danışsaq, məsələn, burada 1-dən keçirsə, bu dəfə bu 1-dən belə olacaq. Məsələn, mən yazıram,
Buradan belə bir şey çəkirəm. Bu loqaritmik funksiyanın. Gəlin bu rəngdə çəkək, göy rəngdə. Bu oldu bizim üslü funksiyanın nəyi? Qrafiki. Yəni a-mız həqiqətən də 1-dən böyükdür və a üstündə x funksiyasıdır. Y bərabərdir. Artıq onun tərsi olan loqaritmik funksiyanı çəkəndə o bax belə olacaq. Onda bu olacaq loqaritm a əsasdan x. Və tərsidir. Fikir verin. Bunun y-nin aldığı qiyməti loqaritmanın x-i aldı. Və əlbəttə ki, bunlar nəyə nəzərən simmetrikdir uşaqlar? Aydın məsələdir. Aydın məsələdir. Birinci və üçüncü rüblərin tənböləni, yəni y bərabərdir x düz xəttinə nəzərən nədir? Simmetrikdirlər. Simmetrikdirlər. Bu adlandı bizim loqaritmik funksiyanın, bu oldu bizim loqaritmik funksiyanın qrafiki. Bu da bu şəkildə. Bu da bu şəkildə. İndi loqaritmik funksiyanın biz bilirik ki, loqaritmik funksiyada əgər a-mız 1-dən böyükdürsə, bu olur monoton artan funksiya. Məsələn, y bərabərdir loqaritma a əsasından x yazıramsa, a 1-dən böyükdürsə, bu olur artan funksiya. Artan funksiya və onun qrafiki bu şəkildədir. Artan funksiyanın qrafiki hansı şəkildədir? Burada bir qoyuram. Bax, bu şəkildədir. Bu şəkildə. Bu artan funksiyanın qrafikidir. Və bir də var nə? Y bərabərdir loqaritma a əsasından x. A-mız eyni ilə üstüdə olduğu kimi 1 ilə nəyin arasındadır? 0-ın arasındadır. Onun qrafiki, biraz səliqəsiz yazılmış ola bilər. Onun qrafiki, bax, buradan keçir. Bax, bu şəkildədir. Qrafiki bu şəkildədir. Bu olur azalan funksiya. Bu olur azalan funksiya. Başa düşdüyümü? Bu bizim azalan funksiyamız adlandı. Bu şəkildə. Və indi keçirəm nəyə? Loqaritmik funksiyanın qrafiki haqqında danışdıq və loqaritmanın əsas eyniliyinin nə olduğunu da deyəcəyik. Loqaritmada keçək təyin və qiymətlər oblastına aid bir neçə nümunə verək. Məsələn, deyir ki, y bərabərdir loqaritma, məsələn, atıram 3 əsasdan 1 minus x, tutaq ki, x plus 4 funksiyasının təyin oblastını tapın. Təyin oblastı bizdə, bax, burada bunun ala biləcəyi qiymətlərdir. Biz bunun üçün şərt yazmışdıq. 1 minus x bölünsün x plus 4 böyük olmalıydı. Nədən? 0-dan. Bərabər ola bilməzdi. 0-dan böyük olmalıdır. Onda mən nə edirəm? Bildiyim adi, rasional bərabərsizlik kimi həll edirəm. 1 minus x vurulsun x plus 4 böyükdür nədən? 0-dan. Bunu da belə yazaram. X minus 1, x plus 4 keçikdir nədən? 0-dan. Onda bizim cavabımız olacaq hara? Mənfi 4 ilə, daha doğrusu, mənfi 4 ilə 1 aralığı olacaq bizim cavabımız. Yəni, bizim verilmiş loqaritmik funksiyamızın təyin oblastını tapmaq üçün burada vacib bir qeyd yazıram. Y bərabərdir loqaritma a əsasdan bir fx verilibsə, təyin oblastı tapmaq üçün fx böyükdür 0 yazmaq lazımdır. Bax, burada diqqətli olun. Fx böyükdür 0 şərtini yazıb, onun təyin oblastını nə etmək lazımdır? Tapmaq lazımdır. Bu oldu bizim loqaritmik funksiyamızın təyin oblastı. Başqa bir təyin oblastına aid belə bir qayda da verəcəm. Məsələn, tutaq ki, təyin oblastını necə verir? Bax, çox topulda bəzən qarşıma çıxır. Topulda daha çox OTK sınavlarında görmüşəm bu tip sual. Y bərabərdir, tutaq ki, gəlin göy qələmlə yazaq. Məsələn, belə bir ifadə verir. Y bərabərdir loqaritm
Burada da bir funksiya verir. Məsələn, jx. Burada da bir fx funksiyası verir. Deyir ki, bunun təyin oblastını tapın. Bunun təyin oblastını tapmaq üçün nə edirəm? Vacib şərt. Qırmızı ilə yazıram, diqqətli olun. Diqqətli olun. Bunun təyin oblastını tapmaq üçün nə edirəm? Birinci yazıram. Əlbəttə ki, fx-in sıfırdan böyük olduğunu yazmalıyam. Həmçinin jx-in da sıfırdan böyük olduğunu yazmalıyam. Və jx-in birdən fərqli olduğunu yazmalıyam. Hansı ki, mən şərt verməmişdim. Loqaritmin başlayanda onun elementləri haqqında, belə deyək də, elementləri haqqında məlumat verməmişdim. Həmin məlumatları indi mən ümumi bir hala salıram da. Ümumi bir hala salıram. Başa düşdünüz, məsələn, deyirəm ki, y bərabərdir. Loqaritma. Bura yazıram 1. Məsələn, x minus 3. Burada yazıram 1. Nə yazım? Məsələn, hər hansısa bir kvadrat tənlik də yaza bilərəm. Məsələn, yazıram x kvadratı üstə gəl x minus kökləri götürmüşəmsə mənfi 4 ilə 3 mənfi 4 ilə 3 götürmüşəmsə o halda nə edəcəm? Lap yaxşı. Toplayanda elədi bizdə 1 12. Bu da bu şəkildə. İndi bunu yazanda nə etməliyəm? Birinci əlbəttə ki, mən bunun müsbət olduğunu yazmalıyım. X kvadrat üstə gəl x minus 2 böyükdür 0-dan. X çıx 3-ün 0-dan böyük olduğunu yazmalıyam. Və x çıx 3-ün 1-dən fərqli olduğu qiyməti yazmalıyam. Yazıram. Alınan cavabları nə edəcəm? Alınan cavabları sistemdə yazdığım üçün kəsişdirəcəm. Bunu vuruqlara ayırsam olacaq x minus köklərimiz nədir? Köklərimiz 4 ilə mənfi 4 ilə 3-dür. X plus 4 x minus 3 böyükdür 0-dan. X böyükdür 3-dən x böyükdür 3-dən və x fərqlidir 4-dən. X fərqlidir 4-dən. Bunu bərabərlik şəklində yazıb nə etməliyəm? Həll eləməliyəm. İndi həll verə də bilər, verməyə də bilər. Birdən ola bilsin ki, verməsin. Yəni, özümdən yazdığım üçün verməyə də bilər. Yəni, düşünməyə çox bir vaxtım olmadı. Burada nəyə qeyd edirəm? Burada qeyd edirəm mənfi 4-ü. Burada qeyd edirəm 3-ü. Bunu da bu şəkildə qoyuram. Müsbət, mənfi, müsbət. Məndən hansı hissəni istəyir? Müsbət hissəni istəyir. Amma bizim burada bir boşluq olan bir hissəmiz var. 4 ola bilməz. Gəlin bunu bir daha yaxşı bir rənglə yazaq. 4 ola bilməzdik. Bu 4-ü nəzərə almalıyım. Ona görə də cavabım belə olacaq. Mənfi sonsuzluqdan mənfi 4-ə birləşir. 3-dən 4-ə birləşir. 4-dən müsbət sonsuzluğa. Ümid edirəm, hər hansısa bir səhv eləmədik. Yəqin ki, bura qədər olan hissəni başa düşdük. Bura qədər olan hissəni başa düşdük. Bu qədər sadə. Və yaxud başqa bir, məsələn, təyin oblasına aid başqa bir qayda məsələn versəm, tutaq ki, yazıram, y bərabərdir. Kök altında bunu görmüşəm ötən ilin qəbullarında. Məsələn, kök altında bura yazıram 1 tutaq ki, x, burada yazıram, məsələn, x minus 4. Bax, yadda saxlayın, ümumi qayda bu şəkildədir. Y bərabərdir. Kök altında loqaritma x-dan fx-dirsə, o halda nə etməliyəm? Və yaxud x olmasın, elə qoy burada da bir jx yazaq. Qoy burada da bir hər hansısa bir funksiya olsun, jx funksiyası. O halda nə etməliyəm? Birinci şərtim fx-in birdən böyük bərabər olması. İkinci şərtim jx-in birdən böyük olması. Birdən böyük olması. Və ikinci hal. Bu bir halımızdır. Bir ikinci hal yazaq. İkinci halda bizim fx-imiz bilmir yaxı. Bəlkə elə fx-imiz
0 ilə 1 aralığındadır. Rx'imiz də onda 0 ilə 1 aralığındadır. Bu halı yazıram. Və alınan nəticələri nə edəcəm? Alınan nəticələri kəsişdirəcəm. Kəsişdirməyə çalışacağım. Daha doğrusu birləşdirməyə çalışacağım. Görək buradan cavab nə çıxacaq. İndi baxırıq nəyə? Məsələn, yazdım bunu. X, x-4 şəklində. O halda yazıram belə. X-4, birinci hala baxıram. Birinci halda belədir. X-4 böyükdür, bərabərdir nədən? 1-dən. Və x də böyükdür 1-dən. Aydın məsələdir. X-4 1-dən böyükdür, x də 1-dən böyükdür. Yəni olur belə. X böyükdür, bərabərdir 5-dən, x böyükdür 1-dən. Böyükdür, böyükdür deyəndə biz əlbəttə ki, hansını götürürdük? Yəni, daha böyük olanı götürürdük də. Daha böyük olanı götürürdük. Yəni, cavabımız 5-dən haraya? Müsbət sonsuzluğa. Bunu birinci verdi. İndi ikincini yazıram. İkincidə yazıram ki, x-4 1-dən kiçikdir. 0-dan nədir? Böyükdür. Həmçinin x da 1-dən kiçikdir. 0-dan böyükdür. O halda nə alınır? Hər tərəfə 4 əlavə eləyirəm. Olur x. Bu da 5. Burada da x, 1, 0. İndi baxıram nəyə? Bura mənim həll olaraq mənə verir 4-dən 5-ə. Bura isə həll olaraq verir mənə 0-dan 1-ə. 0-dan 1-ə. Biz burada hər hansı bir kəsişmə görürükmü? Xeyr. Ona görə də bundan mənə cavab gəldi boş çoxluq. Onda mənim cavabım olur. 5-dən hara? Müsbət sonsuzluğa. Bunlar biraz daha böyük, belə deyək də, müəllimlərin işə qəbul imtahanında istifadə olunan hissələrdir. İzah ümumi bir izah olduğu üçün, hamı üçün izah etdiyim üçün bunları da deməyə məcburam. İndi keçək nəyə? Loqaritmin əsas abituriyentlər üçün lazım olan hissəsi hansıdır? Abituriyentlər üçün lazım olan hissəsi. Başlayırıq nədən? Başlayırıq nədən? Birinci başlayaq loqaritmanın işarələri haqqında bir məlumat verək. Əgər yazıram, y bərabərdir, loqaritm a əsasdan x-da, a-mız da 1-dən böyükdürsə, x-ımız da 1-dən böyükdürsə, bu halda verilmiş a əsasdan x-in özü müsbət ədəddir. Yəni, müsbətdir. Məsələn, loqaritma 3-dən 5. Bu müsbət ədəddir. Uşaqlar nədə çətinlik çəkir? Əgər a-mız da 0 ilə 1 arasındadırsa, x-ımız da 0 ilə 1 arasındadırsa, hər ikisi yəni hardadır? 0 ilə 1 arasındadırsa, bu halda da deyirəm ki, loqaritma a-dan x müsbət ədəddir. Məsələn, nə yazıram? Yazıram belə, loqaritma 0,3, 0,5. Bu müsbət ədəddir. Və indi keçirəm nəyə? İşarə ilə bağlı digər hissəni danışıram. Əgər bunlardan biri fərqlidirsə, fərq etməz. Məsələn, deyirəm ki, a 1 ilə 0 arasındadır. X-in məsələn 1-dən böyükdür. O dəqiqə bilirəm ki, bu loqaritma a əsasdan x-in qiyməti nədir? Mənfidir. Və yaxud tərsinədir. A-mız elə, belə deyək, 1-dən böyükdür, x-ımız 0 ilə 1 arasındadır. Bu halda deyirəm ki, yenə də bu necədir? Elə mənfidir. Məsələn, buna bir nümunə versəm, loqaritma, yazıram belə bir şey, 3-dən 2-də 1. Bu mənfi ədəddir. Burada bir nümunə versəm, loqaritma, tutaq ki, 2-də 1-dən 3, elə bu da mənfi ədəddir. Bunlara çox ehtiyac yoxdur. Keçirəm loqaritmanın xassələrindən danışmağa, bir-bir onlar haqqında məlumat verməyə. Amma əvvəlcə danışmalıyam loqaritmanın əsas eyniliyi. Yadda saxlayın, əsas loqaritmik eynilik budur. O hansı ki, əsas trigonometrik eynilik vardır, onun eynisi də burada var. Loqaritma a əsasdan x-dırsa və yaxud b-dirsə, bu b-yə bərabərdir. Bu adlanır
əsas loqaritmik eynilik adlanır. Əsas loqaritmik eynilik. Başlayaq bir xassələrdən danışmağa. Ən birinci düsturumuz. Loqaritma A əsasdan 1 sıfıra bərabərdir. Səbəb nədir? Səbəb odur ki, mən A-nın üstünə aparıb 0 yazsam 1 verər. Çünki istənilən ədədin üstündə 0 1-ə bərabər idi. İkinci nədir? Loqaritma A əsasdan A 1-ə bərabərdir. Çünki niyə? A-nın üstündə elə 1 A eləyər. Məsələn, 5-in üstündə 1 5 eləyər. Başa düşdünüzmü? Digəri nədir? Üçüncü. Loqaritma A əsasdan 1 böl A. Bunun özü mənfi 1'dir. İndi bunların gəldiyi düsturu var. O düsturu biləndə sizin üçün daha asan olacaq. Çünki A üstündə mənfi 1 nə deməkdir? 1 bölünsün A deməkdir. Bu şəkildə. Yadda saxlayın. Loqaritmdə belə bir qayda var. Dördüncü. Loqaritm A əsasdan B üstündə M. Bax, bu M gəlib düşür qarşıya. Olur. Loqaritma B. Məsələn, indi nümunə yazıram. Məsələn, yazıram ki, loqaritma 4-dən 16. Loqaritma 4-dən 16-nı 4 üstündə 2 yazıram. Bu 2 düşür qabağa. Olur nə? Loqaritma 4-dən 4. 4-dən 4-də zaten 1 deməkdir axı. Bu oldu bizim cavabımız. 2. Bu şəkildə. 5-ci qaydamız necədir? Loqaritma A üstündə N B'dir. Bax, əsasın üstündəki qarşıya düşəndə 1 bölünsünlə düşür. 1 bölünsün N loqaritma A'dan B. Bu da olur bu şəkildə. İndi nümunə verək. Yazıram tutaq ki. Loqaritma 9-dan 3. Yazıram. Loqaritma bu 9'u 3'ün üstündə 2 yazıram. Burada bir 3 yazıram. Bax, həmin bu bizim 2'miz qarşıya gəlib düşəndə 1 bölünsün 2 loqaritma 3'dən 3 kimi düşür. Bu da mənə 1 verir. Bu da eləyir 1 bölünsün 2. 1 bölünsün 2. Bu oldu bizim 5-ci qaydamız. 6-cı qaydamız necədir? 6-cı qaydamızda gəlin belə bir qaydada deyək. 6-cı qaydamız da bu olsun. Loqaritma A'dan B 1 bölünsün. Loqaritma B'dən A'dır. Aha. İndi yadda saxlayın. Məsələn, mən yazıram. Loqaritma 5'dən 3. Bu 1 bölünsün loqaritma 3'dən 5'dir. Bu 1 bölünsün loqaritma 3'dən 5 deməkdir. Başa düşdünüzmü? Bu oldu bizim nəyimiz? Loqaritmamızın bəzi qaydaları. İndi keçirik nəyə? Deməli. Yaxşı. Keçək digər qaydalardan danışaq. Uşaqlar, loqaritmada bunu dedik, digərini dedik. Belə bir qayda var. Loqaritma A'dan B. Bunu bax belə yaza bilərəm. Loqaritma C'dən B bölünsün. Loqaritma C'dən A. Bunun adı yeni əsasa keçmədir. Yeni əsasa keçmə qaydası.
çox vacib bir qaydadır. Çox vacib bir qaydadır. Məsələn, yazıram. Loqaritma tutaq ki, 5-dən 4. Mən bunu belə yaza bilərəm. Loqaritma 3-dən 4. Burada da loqaritma 3-dən 5 şəklində nə edə bilərəm? Loqaritma 3-dən 5 şəklində yaza bilərəm. Artıq mən hər iki loqaritmdə yeni əsasa keçdim. 3 əsasa. Yeni bir 3 əsasına keçdim. İndi misallara baxanda siz görəcəksiniz ki, həqiqətən də bu qaydalara ehtiyac vardır. Bu neçənci qayda oldu? İndi keçək 7-ci qaydadan sonra 8-ci qaydamıza. 8-ci qaydamız belədir. Əsas loqaritmik eynilikdir bu. Bayaq dedim. A üstündə loqaritma A əsasdan B. Bunun özü B-yə bərabərdir. İndi nümunəsini verirəm. Nümunəsi belədir. Məsələn, 5 üstündə loqaritma 5-dən 4. Bunun cavabı 4-dür. Bitdi, getdi. Bunun cavabı 4-dür. Bu qədər sadə, asan. İndi keçək növbətiyə. 9-cu qayda belədir. A üstündə loqaritma A-dan nə? Tutaq ki, bir C-dir. Bax, bu C ilə bu A yerini dəyişə bilər. Məsələn, olar belə. Gəl buna birinə A deyək, birinə B deyək. Bu biraz xoşum gəlmədi. Gəl bura bir B deyək. Olacaq belə. C üstündə loqaritma B-dən A. Məsələn, yazıram. 5 üstündə loqaritma 4-dən 3. Burada 3 düşür 5-in yerinə. 5 gedir 3-ün yerinə. Olur belə. 3 üstündə loqaritma 4-dən 5. Bu oldu bizim loqaritmamızın qaydası. Loqaritmamızın qaydası. İndi bir neçə qayda da qaldı. Onları da deyək. Yadıma düşdükcə ardıcıl deyirəm. Vaciblərdən biri də budur. Loqaritma A əsasdan B vurulsun. Loqaritma B əsasdan C. Bax, burada qayda belədir. Bunlar belə gedir. Olur. Loqaritma A əsasdan C. Müəllim, bunu 4 dənə eləsəm, 3 dənə eləsəm. Məsələn, yazıram. Loqaritma A-dan B. Vur. Loqaritma B-dən C. Vur. Loqaritma C-dən bir D. Bax, bu şəkildə, bu şəkildə. İxtisar deyil, sadəcə bu bir qaydadır. Olur belə. Loqaritma A-dan D. Bu da oldu bizim bir qaydamız. Bir də loqaritmanın qüvvət məsələsi. Loqaritmanın qüvvəti belədir. Məsələn, loqaritma 3, daha doğrusu, loqaritma üstündə 3, 5-dən 4. Bunu belə yaza bilərəm. Loqaritma 5-dən 4 üstündə 3 kimi. Uşaqlar bəzən nə edir? Deyir, müəllim, belə yazımda loqaritma tutaq ki, 2-dən 3 üstündə məsələn bir 5 var. Deyir ki, belə yazım. Loqaritma 2-dən 3 üstündə 5. Xeyr. Bu yanlışdır. Belə olmaz. Loqaritma 2-dən 3, 5-də loqaritmanın üstünə yazılır. 5-də loqaritmanın üstünə yazılır. Bu oldu doğru variant. Bu şəkildə. İndi keçək nəyə? Nəyi unutduq? 12-ci haqqında danışaq. Görək 12-ci nədir? Nəyi unutmuşuq? Deməli, əsas olanlardan biri loqaritma 10 əsasdan A, loqaritma əvəzinə L, Q, A kimi yazılır. Bunun adı onluq loqaritma. Onluq loqaritma. Məsələn, yazıram, tutaq ki. Yazıram. Loqaritma 10-dan 8 deyil. Bu L, Q 8-dir. Artıq bilirəm ki, bunun əsasında 10 var. Məsələn, bunun bir dənə də bibisi nəvəsi var. O da belədir. Loqaritma Y əsasdan A. Bu da ln A-dır. ln A. Yəni,
Bunun da mənası o deməkdir ki, elinin onun əsasında y dayanıb. Buna deyilir natural loqaritm. Nə deyilir? Natural loqaritm. Natural loqaritma. Bu da oldu bizim natural loqaritma. Məsələn yazıram. Loqaritm. Məsələn yazıram. Loqaritm y əsasdan 5. Bu ln 5 deməkdir. ln 5. Bu da bu şəkildə. Vaciblərdən biri. Loqaritmada ən vacib qayda. Ən vacib qaydalardan biri də budur. Deməli, gəlin bunu. Loqaritm a əsasdan x üzərinə gəlinsin. Loqaritm a əsasdan y yazıramsa, bu loqaritm a əsasdan x vur y deməkdir. Yəni, topladığım zaman loqaritmləri vururam. Nümunə, loqaritm 5-dən 3 üstə gəl. Loqaritm 5-dən 2 onda yazıram. Loqaritm 5-dən 3 vur 2. Yəni, loqaritm 5-dən 6. Bu oldu bizim loqaritmimizin bir qaydası. 15-ci qayda isə belədir. Loqaritm a-dan x çıxılsın loqaritm a-dan y. Onda bu loqaritm a-dan x böl y-dir. Çıxma zamanı loqaritm 6 ifadələri nə edəcəm? Böləcəm. Çıxma zamanı loqaritm 6 ifadələri nə edirəm? Bölürəm. Məsələn, loqaritm 5-dən 20 çıxılsın loqaritm 5-dən 4. Onda bunu belə yazıram. Loqaritm 5-dən 20 böl 4. Bu da eləyir. Loqaritm 5-dən 5. Bu da elə 1 deməkdir. Bu da oldu bizim loqaritmamızın qaydaları. Nəysə unutduqmu? Məncə heç nəyi unutmamışıq. Heç nəyi unutmamışıq. Bu da bu şəkildə. İndi keçək nümunə suallar verək. Loqaritmaya aid nümunə suallar verək. Bu görək nümunə suallarda bizə nələr təqdim olunacaq. Məsələn, bir neçə nümunə suala baxaq. Nümunə suala baxaq. Yazıram. Birinci nümunəm belədir. Tutaq ki, yazıram belə. Loqaritm 5 125. O dəqiqə yazıram. Loqaritm 5-də 125-i yazıram. 5-in üstündə 3. 3 hara düşürdü? Qarşıya düşürdü. Olurdu. Loqaritm 5-dən 5. Bu da eləyir nə? 1. Yəni 3 vur 1 elədi bizə nə? 3. Bu şəkildə. Başqa bir nümunə versək. Belə. İndi isə keçək uşaqlar. Buradan loqaritmaya aid bir neçə nümunə verək. Görək nümunələrdən hansıları göstəririk. Məsələn, biz göstərə bilərik nə? 3 nömrəli sualı nümunə kimi versəm, 3 nömrəli sualda nə deyilir? 3 nömrəli sualda deyilir ki, 7 üstündə loqaritma 7-dən 3 üzərinə gəlinsin 25 loqaritma 5-dən 2. Düzdürmü? Mən qayda demişdim. Qaydaya görə A üstündə bu qaydaya görə loqaritma A-dan B olarsa bu B-yə bərabər idi. Bizdə də onda bu mənə olacaq 3-ə bərabər. Və bunu da belə yazacağım. 2 loqaritma 5-dən 25. Biz bilirik ki, 5-dən 25 2-dir. Onda olacaq üst üstə gəlinsin 3 üstündə 2. Yəni cavabım olacaq 12. Bu şəkildə. Məsələn, buradan baxaq hansı suala.
Buradan baxaq 6 nömrəli suala. 6 nömrəli sualı görək nə deyilir. Loqaritma 2-dən 3 üzərinə gəlinsin. Loqaritma 2-dən 4 böl 3. Toplama zamanı əsaslar eyni idisə mən vurmalı idim. O zaman bu belə olacaq. Loqaritma 2-dən 3 vurulsun 4 bölünsün 3. 3'lər ixtisar getdi. Qaldı loqaritma 2-dən 4. Bunun da cavabı 2-dir. Yəni sadəcə düstur tətbiq eləməliyik. Məsələn, baxıram bura 10 nömrəli suala, 9 nömrəli suala. Loqaritma 64 bölünsün loqaritma 4. Burada bilirəm ki, hər birinin əsası 10'dur. Çünki onluq loqaritmadır. LQ yazılırsa bu bir onluq loqaritmadır. O halda belə olmalıydı. Onluq loqaritma olduğu zaman belə olmalıydı. Mən bundan artıq yeni əsasa keçmə düsturu kimi düşünürəm və bunu belə yazıram. Loqaritma 4'dən 64. Yəni loqaritma 4 əsasdan 64'ü yazıram 4 üstündə 3. 3 düşür qarşıya və bunun cavabı elə qalır 3. Çünki 4 əsasdan 4 mənə onsuz da 1 verirdi. Bu da bu şəkildə. Bu da oldu bizim loqaritmamıza aid bir neçə nümunə. Gəlin keçək başqa nümunələr də verək. Qiymətini hesablayın. Məsələn 13 nömrəli. 13 nömrəlidə nə deyilir? Loqaritma 2 sinus pi böl 6. Sinus pi böl 6'da neçə alır? Əlbəttə ki 2'də 1. Onda yazıram loqaritma 2 üstündə 2'də 1. Bunun ise cevabı -1 olacaq. Bitdi getdi. Bu da belə. İndi keçək buradan başqa bir nümunə verək. Başqa bir nümunə verək. Deməli, nümunələrimizdən vermək istəyirəm 18 nömrəli sualı nümunə vermək istəyirəm. 18 nömrəli sualda görək nə deyilir. 18 nömrəli sualda deyilir. 18 nömrəli sualda deyilir ki, loqaritma tangens 1 dərəcə vurulsun. Loqaritma tangens 2 dərəcə, yəni tangens 2 dərəcə vurulsun. Loqaritma tangens 3 dərəcə, nöqtə, vurulsun. Loqaritma tangens 49 dərəcə, vurulsun. Daha doğrusu neçə dərəcə? 49 dərəcə, vurulsun. Loqaritma tangens 50 dərəcə. Bu suallar uşaqlara bir qorxulu, belə kabus kimi gəlir. Səbəb nədir? Çünki nöqtələr var, müəyyən bir sonsuzluq var. Düşünürlər ki, görəsən o nöqtələrin yerində nə dayanıb. Uşaqlar diqqət eləyin, baxın nə edirəm. Bax, fikir verin, 1 dərəcə, 2 dərəcə, 3 dərəcə artdığı üçün 49, 50 buralarda hardasa bir yerdə loqaritma tangens 45 var. Buralarda. Deməli, bu loqaritma tangens 45 dərəcə əlbəttə ki, mənə loqaritma 1 verir. Çünki tangens 45'də 1 alırdı. Və loqaritmada 1 sıfıra bərabər olduğu üçün, çünki niyə? 10 üstündə 0 1'dir. Bərabər olduğu üçün, deməli buralarda, ortalarda bax bunun yerində bir vurulsun 0 var. Və vuruqlardan biri 0 olduğu üçün ümumən bu hasil nəyə gedir? 0'a gedir. Cavabım oldu 0. Bu şəkildə. Digər başqa bir nümunə 21 məsələn qarışıq görünür. Gəlin baxaq 21'ə. Görək 21'də nə deyilir. Loqaritma 3'də 1 9 vurulsun 3-cü dərəcədən 3. Bunu bir neçə üsulla yaza bilərəm. Birinci üsulum budur. Loqaritma bu 3 üstündə -1 deməkdir. 9'u yazıram 3 üstündə 2. Lap yaxşı. Bu 3-cü dərəcədən 3'ü də 3 üstündə 3'də 1 yazıram. Və belə eləyirəm. Loqaritma 3 üstündə bu -1 qarşıya gəlməli idi.
Hansı şəkildə? 1 bölünsün mənfi 1 şəklində. Bu da zaten elə mənfi 1 eləyir deyə qarşıda elə bunu mənfi kimi yazıram. Və mən götürüb bunların üstünü nə etməliyəm? Bunların üstünü toplamalıyam. Bu da eləyir nə? 3-cü dərəcədən 2 tam 3də 1. Bu 2 tam 3də 1 düşdü qabağa. Çünki bu qarşıya gəlirdi loqaritmada. Loqaritm 6 ifadə qarşıya düşürdü. Oldu loqaritm 3-dən 3. Bu da mənə 1 verir. Cavab mənfi 2 tam 3də 1, mənfi 3də 7. Varmı belə bir cavab? Bəli. Cavab A variantı. Bu da bu şəkildə. Yaxşı, məşhur imtahan suallardan bir neçəsini izah eləyəcəm. İndi 25-i qoyun izah eləyim. 25-də görək nə deyilir. Məşhur imtahan suallarını izah eləyəcəm. Loqaritm 2-dən 5 olacaq loqaritm 25 vur 8-dir. Mən burada hansı qaydanı tətbiq eləməliyəm? Loqaritm 2-dən 5 loqaritm bax 25-dən 8 deyilmi? 25-i yazıram 5-in üstündə 2. 8-i də yazıram burada. Lap yaxşı. Onda bu 2 qarşıya 2də 1 kimi gəlir. Olurdu belə. Loqaritm 2-dən 5 vur 2də 1 loqaritm 5-dən 8. Bu 2də 1-i də lap qarşıya atıram. Olur belə. Hər incəliyinə kimi deyirəm ki, sizin üçün çətin qalmasın. Vurulsun loqaritm 5-dən 8. Aha, bu da hansı qayda idi? Bax belə. Yadınızdadır. Olurdu belə. 2də 1 loqaritm 2-dən 3. 2-dən 8. 2-dən 8 də 2də 1 loqaritm 2 üstündə 2 əsasdan 2 üstündə 3 deməkdir. Bu 3 düşür qarşıya. Bu 2 əsasdan 2də 1 verir. Yəni cavabım olur 2də 3. Bu şəkildə. Yəni 2də 3 C variantı. Bu da oldu bizim loqaritmamız. Məsələn, buradan başqa bir nümunə versəm, məsələn 35 bunun eynisidir. 35 bunun eynisidir. Demək olar ki, çoxu burada asandır. Bax, məşhur imtahan suallarından biri 27. Yəni 27-ni verək. 27-də nə deyilir? 27-də deyilir. Loqaritm A, B, burada da bir B bərabərdir. Loqaritm 3-cü dərəcədən 2, burada da bir 2 olarsa, loqaritm B-dən A-nı deyir, tapın. Gəlin tapaq. Burada nə etməliyəm? Əvvəlcə bunu belə yazıram. Loqaritm belə yazacağım. 1 bölünsün, loqaritm qayda var idi. Əsas ilə loqaritm 6 ifadə yerini dəyişirdi. 1 bölünsün B-dən AB yazdım. Sonra loqaritm burada bir 2. Bu 2-ni də yazıram 2 üstündə 3də 1. Lap gözəl. Sonra nə edirəm? Sonra yazıram belə. Diqqət edin. Olur belə. 1 bölünsün loqaritm B-dən A üstə gəl. Loqaritm B-dən B. Çünki nə zaman vururdum? Toplama zamanı vuracaqdım. Toplama zamanı vuracaqdım. Bitdi, getdi. Bərabərdir. Loqaritm 2-dən 2. Mən də bilirdim ki, bu 3də 1-in tərsi düşürdü qabağa. Yəni 3 düşürdü qabağa. Düşdü. Bu da mənə verdi 1. Və oldu belə. 1 bölünsün loqaritm B-dən A üstə gəlinsin. B-dən B də zaten 1 verir. Və burada da 3 qalır. Bitdi, getdi. Məndən də B-dən A-nı istəmir. İndi bunu bura vuracağım. Olacaq belə. 1 bərabərdir. 3 loqaritm. Biz daha səliqəli yazaq. 3 loqaritm B-dən A üzərinə gəlinsin 3. Və 3 loqaritm B-dən A 1 çıxılsın 3, yəni mənfi 2. Nəticə etibarilə loqaritm B-dən A-nı da tapdım nə? B-dən A-nı da nə tapdım? Mənfi 2 bölünsün 3.
Yəni cavabım olacaq -2 bölünsün 3 y variantı. Müəllim bu həmişə belə uzun gedir. Uzun da gedə bilər. O sizin artıq işlədikcə praktikanızdan asılıdır. Praktikanız artdıqca bu daha sizə təkmilləşəcək. Məsələn 37-nin izahını verək. Görək 37-də nə deyilir? Deyir ki, hansının mənası yoxdur? Bax, hansının mənası yoxdur deyəndə nə edirəm? Diqqət edin. Bax, baxıram bura. Hansının mənası yoxdur deyəndə nə edirəm? Bir baxıram bura. Bax, əgər bu ifadə müsbət olarsa bunun mənası var. Əgər bax, bunlar əgər mənfi olarsa, belə deyək. Məsələn, 1 çıxılsın kök 3. Məsələn, birini göstərir. Mənfi olarsa mənası yoxdur. Yazıram, loqaritm 2, 1 çıxılsın kök 3. Baxıram ki, bu mənfidir. Onda bunun mənası yoxdur. Pi çıxılsın 3 mənası var. Kosinus pi. Məsələn, loqaritm kosinus pi. Kosinus pi 180 dərəcədir. Onda bu ikinci rübdür. İkinci rübdə kosinus mənfidir. Yəni, bu hissə mənfidir axı. Onda bunun mənası yoxdur. Bu şəkildə, məsələn, birincinin mənası yoxdur, ikincinin mənası yoxdur. Bu şəkildə və beşincinin mənası yoxdur. Onda cavabımız C variantı. Bunların mənası yoxdur. Bu şəkildə bunu yazmalıyam. Məsələn, keçək bu suallardan birini izah eləyək. Məsələn, 40 nömrəli sual. Kifayət qədər izah vermək istəyirəm sizin üçün şübhəli qalmasın. 2 üstündə loqaritm 5-dən 7. 7 üstündə loqaritm 5-dən 2. Burada necə olacaq? Uşaqlar, mən bilirəm ki, bu 7 düşürdü bu 2-nin yerinə, bu 2 düşürdü bunun yerinə. Olurdu belə. 7 üstündə loqaritm 5-dən 2 və aşağıda da 7 üstündə loqaritm 5-dən 2. Bu da mənə elə 1 verəcək. Bu qədər sadə. Bu da belə. İndi gəlin keçək daha maraqlı bir sual. Məsələn, 44 nömrəli sual mənə maraqlı görünür. Gəlin 44-ü izah eləyək, görək 44-də nə deyilir. 44 nömrəli sualda deyilir. Bunun uzun olacağını düşünürəm. Onun üçün təzə səhifə açın. Görək 44-də nə deyilir. 44-də deyilir ki, loqaritm D 2 loqaritm A üstə gəlinsin. 2-də 1 loqaritm C. Hər biri görürsünüz 10-luq loqaritmdir. 3 loqaritm B. Mənə deyir ki, D-ni ABC ilə ifadə edin. Gəlin eləyək. Uşaqlar, loqaritm D. Onda bu 2-ni atıram A-nın üstünə. Necə ki, bayaq geri gətirirdim, eləcə də qaytara bilərəm. Loqaritm A üstündə 2. Üstə gəlinsin. Loqaritm C üstündə 2-də 1. Bu 2-də 1 də qaytarıram deyəcəm bunun üstünə. Çıxılsın. Loqaritm B üstündə 3. 3-ü də necə gətirmişdim, eləcə də qaytarıram yerinə. Olur belə. Loqaritm D sonra bunları nə etməliyəm? Toplama olduğu üçün ilk ikisinin arasında toplamadır. Onda bunları bir-birinə vuracam. Olacaq belə. A-nın kvadratı vurulsun. Bu C üstündə 2-də 1-i kökdə C yaza bilərəm. Və B kubunu da nə edəcəm? Böləcəm. Və mən sonra hər iki tərəfdən loqaritmləri tullaya bilərəm. Bu arada hər iki tərəfdən loqaritmləmə və hər iki tərəfdən loqaritmləri tullaya bilərik. Yəni, olur A kvadrat kökdə C böl B kubu. Belə bir cavabım varmı? Kökdə C böl. Bəli, cavab C variantı. Bu şəkildə hər birini nə etmiş olacam? Yazmış olacam. Məsələn, 49. Gəlin 49-da izah eləyək. Nə deyilir 49-da? Loqaritm 3. Loqaritm 5. Loqaritm 2 əsasdan 32. Uşaqlar, bax nə edəcəm? Bu tip misalları içdən çölə yazırsınız. 2 əsasdan 32 deyilmi? Mən bilirəm ki, bu 32 2 üstündə 5-dir. Onda olur belə.
loqaritm 3-dən loqaritm 5. Yəni bunun yerinə mən 5 yaza bilərəm. Bu da mənə 1 verir. Qalır loqaritm 3-dən 1. Bu da eləyir 0. Cavabım oldu 0. Y variantı. Bu da bu şəkildə. Başqa bir nümunə nə versək, buna oxşar. Məsələn, baxın, bu maraqlı görünür nə? Bu sual çox tez-tez qəbula düşən sual tipidir. 59. Yalnız qəbula düşən sual tiplərini deyirəm tez-tez. 59-da yazıram. Loqaritm 2-dən 3 bərabərdir A-ya. Məndən loqaritm 3-dən 18-i soruşur. Mən nə edirəm? Mənim ilk ağlıma gələn loqaritm 3-dən 9 vur 2-dir. 18-i 9 vur 2 yazıram. Niyə yazıram? Burada mən 2 görmüşəm axı. Artıq 2 görmüşəm axı. Ona görə buraya 2-ni yazıram. Sonra bunu belə yazıram. Loqaritm 3-dən 9 üstə gəl. Loqaritm 3-dən 2. Aydındırmı? Lap yaxşı. Loqaritm 3-dən 9 mənə 2 verir. Onda bu ifadə 2 üzərinə gəlinsin. Loqaritm bu ifadə 2 üzərinə gəlinsin. Loqaritm 3-dən 2-dir. Bitdi, getdi. Və loqaritm 2-dən 3 A-ya bərabərdir. Mən bunu belə yaza bilərəm. 1 bölünsün loqaritm 3-dən 2 bərabərdir A kimi. Və bu da loqaritm 3-dən 2-də bu A-nı keçirirəm bura, bunu keçirirəm A-nın yerinə. Olur 1 böl A. Deməli, mən bunun yerinə 1 böl A yaza bilərəm. 2 üstə gəl 1 böl A. Buna da ortaq məxrəc tutsam, olacaq 2A üstə gəl 1 böl A. Belə bir cavab varmı? Bəli, cavabın B variantı. Ya başqa bir nümunə də verməyə çalışaq. Demək olar ki, çoxlu sual tiplərini nümunə verdim sizə. Çoxlu sual tiplərini nümunə verdim. Baxın, məsələn, bu 63, 64 hamısı eyni qaydadadır. Sadəcə çox vaxt gedəcəyi üçün onları izah eləmək istəmirəm. Yaxşı, izah eləyim. Gəlin birini izah eləyim. 60, məsələn, 4-ü izah eləyək. Xeyli bir vaxtımız gedəcək, amma izah eləyək. 64-də görək nə deyilir və sonuncudur. Loqaritm A-dan B bərabərdir nəyə? 1 bölünsün 3-ə. Qoy bunu da ehtiyat üçün yazım. O zaman loqaritm B-dən A da 3-dür. Bəli, bu da 3-dür. Qalsın mənim stolumun üstündə lazım olacaq. Yazıram. Loqaritm kök altında AB A üstündə 1 bölü 2 B üstündə mənfi 3 bölü 2. Bu da nə eləyir? Loqaritm AB A üstündə 1 bölü 2 üstə gəlinsin loqaritm AB B üstündə mənfi 3 bölü 2. Bunu da bu şəkildə yazıram. Sonra bu 2-də 1 düşür qarşıya. Olur 2-də 1 loqaritm A bölünsün AB üstündə 2-də 1 yazıram da kök altında AB-ni. Və yenə də mənfi 3 bölü 2 də düşdü qabağa. Oldu mənfi 3 bölü 2 loqaritm AB üstündə 2-də 1, burada da bir B. Əla. Belə bu şəkildə davam eləyirəm yazmağa. Bu şəkildə davam eləyirəm. Olur belə. 2-də 1. Bax, bu 2-də 1 qarşıya tərs çevrilmiş formada gəlir. 2 kimi. Onda vurulsun 2 olur. Loqaritm AB bərabərdir A-ya. Çıxılsın. Bu 2-də 1 də qarşıya tərs çevrilmiş formada gəlir. Vurulsun 2. Loqaritm AB üstündə 1, B şəklində oldu. Lap yaxşı. Bu 2-lər getdi, bu 2-lər də getdi. Qaldı belə. Loqaritm AB bərabər
AB-dən A çıxılsın 3 loqaritm AB-dən B şəklində bunda yazdım. Lap yaxşı. Bundan sonra nə edəcəm? Hə, deməli, əziz şagirdlər, nə edirəm? Belə yazaram. Bir bölünsün loqaritm A-dan AB çıxılsın 3 bölünsün loqaritm B-dən AB düsturu tətbiq elədim. 1 bölünsün loqaritm A-dan A üzərinə gəlinsin. Loqaritm A-dan B şəklində yazdım. Çıxılsın 3 bölünsün loqaritm A-dan A üzərinə gəlinsin. A-dan, daha doğrusu B-dən A loqaritm B-dən B şəklində yazdım. İndi bura baxın. Bunlar mənə 1 verir. Bunlar da mənə 1 verir. Bitdi, getdi. Olur belə. 1 bölünsün. 1 üstə gəlinsin. Loqaritm A-dan B çıxılsın 3 bölünsün. Loqaritm B-dən A üzərinə gəlinsin 1. Və mən loqaritm A-dan B-nin neçə olduğunu bayaq qeyd eləmişdim. A-dan B 3də 1-dir, B-dən A-da 3-dür. Lap yaxşı, gətirib yerinə yazıram. 1 bölünsün, 1 üstə gəlinsin 3də 1, çıxılsın 3 bölünsün, 3 üstə gəlinsin 1. Və bunu hesablayacağım. Bunu hesabladım. Alındı belə. 1 bölünsün, 3də 4, çıxılsın 4də 3. İndi bu da tərs çevrilir. Olur 4də 3, çıxılsın 4də 3. Bunlar da dangıldandı, getdi. Dank və qaldı 0. Yəni, bu boyda əziyyət çəkmişəm 0. Bu nədir? Belə şey olar. Bu nədir? Bu 0-a görə öldürürdüm özümü. Bilsəydim cavab atardım. Özlə A variantındaydı. Nəysə, bu da belə uşaqlar. Bu da bizim sualımızın izahı. Bu şəkildə. Yazırıq bunu. Sonra başqa nə yaza bilərik buradan? Məsələn, qəbula düşən suallardan biri. Məsələn, bax bu. 87. Gəl 87-ni də yazaq, sonra yekunlaşdırıq. Bayaq yekunlaşdırırdım, yekunlaşdırıb bitirmədim. Oldu belə. Loqaritm 2-dən 24 bölünsün. Loqaritm 96-dan 2 çıxılsın. Loqaritm 2-dən 192 bölünsün. Loqaritm 12-dən 2. Bu da nə eləyir? Loqaritm 2-dən 24 vurulsun loqaritm 2-dən nə? Vurulsun loqaritm 2-dən 96. Belə yaza bilərəm də. Hər halda ki yazaram. Yazdım bu şəkildə. İndi görək nə verir. Bəli, tərs çevrilir. Vurulur yuxarı. Çıxılsın. Loqaritm 2-dən 192 vurulsun loqaritm 2-dən 12. İndi yazıram belə. Loqaritm 2-dən 24 vurulsun loqaritm 2-dən. Bu 24-ü belə yazıram. 4 vur 24 kimi 96-nı. Çıxılsın loqaritm. Bax bunu da belə yazaram. 12-ni nəyə vursam? Oradan ona vursam. Dangıldayar. Dang. 16 vur 12. Okey. 16 vur 12 yazdım. Vurulsun. Loqaritm 2-dən 12. Bitti, getdi. Bu da belə. Yazıram.
Loqaritm 2-dən 24 vurulsun loqaritm 2-dən 4 üstə gəlinsin loqaritm 2-dən 24 çıxılsın loqaritm 2-dən 16 üstə gəlinsin loqaritm 2-dən 12 vurulsun loqaritm 2-dən 12. 2-dən 12. Bu da belə. Biraz sığışma deyib yox. Yazaq. Loqaritm 2-dən 24 vurulsun. Bu mənə 2 verir. 2 üstə gəlinsin. Loqaritm 2-dən 24. Çıxılsın. Bunun yerinə də bir 4 yazıram. 4 üstə gəlinsin. Loqaritm 2-dən 12 vurulsun loqaritm 2-dən 12. Lap yaxşı. Neyse 2-dən bu 24-ü də belə yazacağım. Uşaqlar, loqaritm 2-dən 24-ü mən loqaritm 2 vur 12 yazıram. Yəni onu bax belə yaza bilərəm. 1 üstə gəl. Loqaritm 2-dən 12. Bunu da 2 üstə gəl. Bunu da yenə eyni şey yazıram. 1 üstə gəl. Loqaritm 2-dən 12. Burada da artıq çıxılsın 4 üstə gəl. Loqaritm 2-dən 12 deyil. Lap yaxşı. Vurulsun loqaritm 2-dən 12. Bunları sadələşdirəcəm. Bəlkə mən uzun yolla getdim, amma məncə elə bunun qısa yolu budur. Qısa yolu budur. Bəlkə də var, mən hal-hazırda bunu yazdım. 1 üstə gəlinsin. Loqaritm 2-dən 12. 3 üstə gəlinsin. Loqaritm 2-dən 12. Çıxılsın, gəl bunu vurub açaq. 4 loqaritm 2-dən 12. Çıxılsın loqaritm 2-dən 12-nin kvadratı. Bunu da vurub açanda nə alınır? Vurub açanda alınır. Deməli alınır. 3 üstə gəlinsin. 3 loqaritm 2-dən 12 üstə gəl. Loqaritm 2-dən 12 üstə gəl. Loqaritm 2-dən 12-nin kvadratı çıxılsın. 4 loqaritm 2-dən 12 çıx loqaritm 2-dən 12. İndi bura baxın. Görün necə qəşəng gedir. Dank. Dank, 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 dank. Bir dənə qaldı cavabım 3. Cavab 3. Bu qədər bezdirici. Bu da belə. Bu da belə. Bu şəkildə. Sağlıqla qalın. Sağ olun.